Elşad Abdullayevlə Qənimət Zahidə hökm oxundu. Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Gözaltı Qafqaz İnfoya istinadən xəbər verir ki, bugün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona qiyabi hökm oxunub. Hökmə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu il mayın 2-si Abdullayev Elşad İslamoğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Çağırışa gəlməyən Elşad Abdullayev dairəsində qiyabi həbs qəti imkan tədbiri seçilib. İbtidai istintaqın yekununda Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik, cinayətkar təşkilat tərəfindən törədildikdə. 213.2.2 külli miqdarda vergiləri ödəməkdən yayınma, 308.2 vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 311.3.1, 311.3.2, 311.3.3 təkrar külli miqdarda rüşvət alma və 29.312.2 rüşvət verməyə cəhd etmə maddələri ilə ittiham olunub. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.